Salam dostlar, bugün sizinle yeni bir videoyla daha karşınızdayım. Bugün videomuz Steam nedir? Həqiqətən Steam nedir? Steam benim dostumdur. Bütün gün danışırıq. Steam belə başlayaq, Google Chrome açılsın. Bir neçə orijinal oyunların satıldığı bir sayt deyim də. Proqramı da var, amma əslində özü saytdır. Orada bir neçə orijinal oyunları ala bilərsiniz. Bu da gözəl şeydir təbii ki. Yəni kim istəməz ki orijinal oyun. Amma bilməyin ki bunların hamısı pulsuzdur. Çoxu pulludur. Çoxu dedim. Yəni belə başsalsa %70'i pullu, %30'u pulsuz. Aha. İndi bir dəqiqə oldu. Orijinal oyunların satıldığı bir saytdır. Ne edirik? Google'a giririk. Google Chrome'a. İstəsiniz burada yazın. Ama buradan yazın başlamaq üçün. Steam yazın. Steam. Steam'e hoş geldiniz. Türk iş yazı görürsünüz Türk dilində, ama baxın müxtəlif buradan değil ama fail. Hər nəsə, sayt virussuzdur. Mən də Avaz sayəsində internetdə viruslu və virussuz olan saytlar görə bilirik. Sizə tövsiyəm antiviruslardan biri Avazdır. İndi gördüyünüz kimi burada belə bir şey çıxır. Buradan Steam yükləyinə basa bilərsiniz. İndi bunu deyək ki yüklədiniz, qurdunuz. Bunu eləmək istəmirəm çünki uzun olacaq ona görə. Siz məncə əgər çox proqram zat yükləmisinizsə bunu da eləməyiniz çox asan olacaq. İndi deyək ki yükləndi. Buradan Steam varmı? Bəli var. Məsələn Favqaytdan üçün çoğunu ikonlara gedib. Hər nəsə, deyək ki yüklədiniz. Registrasiya olmalısınız. O da çox asandır ki Steam güncəllənir. Hər nəsə, bu güncəllənənə qədər sizə bir şey var salın. Registrasiya olacaqsınız. Registrasiya olmaq üçün e-mailinizi istəyəcək, adınızı və kod istəyəcək. Siz orada nickname, yəni adınızla parolunuzu yadda saxlamalısınız, çünki Steam-ə elə gələcəksiniz. Adla parol istsə və ya Steam-dən oyun alsanız, deyək ki, həmin o oynayacağınız oyunlar itəcək. Çünki adla parol yadda çıxsa. Nəsə əcəb cümlə oldu, amma başa düşdünüz məncə. Yəni elə eləyin ki, onu bir vərəqə yazın və ya yadınızda saxlaya bilsə, yadınızda da saxlayın. Mən adımı bəlkə dəyişdim. Ona görə. Amma mənim adım rahatdır. Yazıb girib çıxıram. Yüklənir. İndi Steam'də söylədiyim kimi orijinal oyunlar satılır. Hamısı virussuzdur. Viruslu olsa həmin oyunu bağlayarlar. İstəsəz buradan da baş salım. Bunun sayt formasındadır, amma proqram formasında daha asandır. İkonları göstərir, adam hissənir. Oyunlar türkcə də eləyə bilərsiniz. Qələmimlə oynayıram. Nəysə. Oynaması üzrə sizlər yerindən buradan yəni popülər və yeni çıxan oyunları. İndi bunların yeni çıxan oyunları da bunlardır. Məsələn, Double Action Bogalo. Həsə bunda belə gicliyi var. Mən saytımın tam və %100 olması üçün elə mərhələlərdən keçirəm ki. İndi, təzə çıxmış TPS-də elə bildiyim kimi gözəl oyun və Windows'da varmış. Yükləyə də bilərəm. Double Action
bəyənənlər var. Max Payne-ə çox oxşuyur. Max Payne tavsiyə ediliyor yazır. Yəni tavsiyə edirlər, tavsiyə. Yəni ancaq bunun videosunu da çəkə bilərik. Yaxşı olar. Başqa hansı oyunlara baxa bilərik? Onu məndir. Məsələn, ən popülər birinci yerdə Dota'dır bildiyim kimi. Səhv deyə də bilərəm. Hə, düz demişəm. Dota 2. Ondan sonra Team Fortress, Warframe, Robocraft, Unturned, Minecraft çox bənzəyir. Warturned, bəziləriniz bilər. Təyyarə və tank elə bir şeydir. Mən baxmamışam. Counter-Strike, Nexon Zombie. Counter-Strike burada pulludur. 1.6 versiyası. Burada girək də. Hə, söylədiyim kimi Counter-Strike 1.6 versiyası pulludur. Burada Nexus zombilərini oynaya bilərsiniz. Əgər pul yığsanız, kartla alırsınız. Heroes General gözəl multiplayer oyunudur. Mən oynayıram şəxsən. Və hələ çox var. Marvel Heroes da var. Yəni gözəl oyunlar var. Pek yaxında da, yəni sonradan yeni çıxan oyunları da görə bilərsiniz. Məsələn, hə, Get of the My 11, Tom Important Arena, Conversion moddur. Portal 2 modun bəziləriniz bilə bilər. Buna gətir. Bir buna baxın. Özəl fürsətlərdən də neçə şeyini ala bilərsiniz. İndi bu ücretsiz. Bir buna baxın. The Talos Principle. Səhv də oxuya bilərəm. Tam ingilisini bilmirəm. Amma tərcüməm hələlik yaxşıdır. İndi buradan da asıldı. Gəl buna da baxaq. Videolar da çıxar çox oyunun. Mən bildiyim kimi bu şeydir, bu labirint kimi. Həsədə səhv də deyə bilərəm. Artıq Google Chrome'dan çıxa bilərik. Bundan da çıxaq. İndi ekrana təbii ki bu gəlməyəcək. Mağaza. Həmişə normala mağazaya gedir. Əgər görürsəniz ki sizə ingilisdən deyil, Steam'ə basın. Ayarlar. Buradan oyun hansı idi? İsməni də yadlansın. Arayüzə basın. Arayüz neçənci yerdəsə Türkiyəyə basın, şey olacaq. Aha, sizə belə bir ekran gələcək. Əslində hamıya gələcək. Kim Steam'dən işləyirsə. Ya da istəyirsən. Belə bir ekran gələcək. Mesela internette problem var. Düz internette problem var. Onda biz kütüphaneden başlayalım. Kütüphane nedir? Kütüphane yüklediğiniz veya aldığınız oyunların saxlandığı yerdir. Şimdi buradan oyunlar 10 tane oyunum var. Biraz iri eləyək. Belə gözəldir. Məsələn, mən Robocraft, Cry of Fear, The Extra Bros 2, bunu bəlkə indi videosunu da çəkərəm. Gözəl oyunu bu da, amma bitirmişəm. Unturned, Guns and Robots, hoşuma gəlmədi, sizə tövsiyə etməm. Heroes General, Dota 2, oynamıram artıq, amma sildim. Bəs bunu necə elədim? Əslində məndə Grand Theft Auto yoxdur. Oyun eklədən elədim. Bura gəlin, oyun qısa yolla eklə. Burada məsələn bir dərsini elə. Məsələn, mən hansı oyunu başqa sevirəm? Don't Starve. Onun da videosu bəlkə gəldi. Məsələn, Don't Starve, Range of Giants. Göz at deyək. Bura gələk. Buradan D'yə basaq. Bildiyim kimi D papkasında. Data değildi. 1000 D eləmiş. Don't Starve seçək, upgrade deyək, aç. Seçsən proqramları eklə və gördüyünüz kimi Don't Starve buraya gəldi. Range of Giants. Favorilər də var. Favori necə eləyirik?
Oyunların üzərinə gəlirik. Oyuna hansı oyun yükləmişsiniz, bura basın. Buradan favorilərə ikili var. Məsələn, bir neçə oyuna favorim eləyim. Favori. Bir də favori. Bu deyildi. Tonsda favori. Bunu da elədik. Gördüyünüz kimi favorilərin çoxu bura gəldi. Buradan bunu bağlaya da bilərik. Sən hansını bağladım, heç bilmədim. Horizon. Hər nəysə. İndi bax, görüm ağızda işləyirmi? Topluluq var, arkadaş listəsi var. Burada dostunuzla oynaya bilərsiniz. Məsələn, Ahmet Necəfov var. Profiliniz var. Mən indi birinci səviyyədəyəm. Sizə göstərmir. Baxaq. Məsələn, mən birinci səviyyədəyəm. Yaxşı, burada işləmir elə bir. Mən həyat Steam'dən işləmir. Bu çıxıb qarşısına. İnterneti yifmi? Baca işləyəcək indi. Niyə işləmir? Heç bir fikrim yoxdur. İnternet yaxşıdır. Baca burada Steam'e girir. Buradan başlayalıq. Həqiqət işləmir. Onda bundan çox. Dəqiqə. İnternet xarab olub yeyəcəm. Xərəf olub, xərəf. Bu işləyir məncə onun üçün. Hər nəysə. Əgər video başında elədiyimiz şeyləsəz, pulsuz oyunları da tapa bilərsiniz. İndi internet zəifdir, mənə çox bağışlayın. Amma nə eləmək olar? Oynaması ücretsizlərindən kartla da ala bilərsiniz, amma mən kartla almıram oyunları. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Videonun davamını istəyirsə, hər şeylə bizə like edin. Azərbaycanın Flash oyun kanalına. Flash olmasa da hər nəysə. Sağ olun. Bye bye.